Salam aleykum değerli izləyicilərim, xoş gördük, hər birinizi salamlayıram. Bugün biz nə pişirmişik? Qapı çolpası pişirmişik. Bunu qaynatdıq, bulyonu çıxardırıq indi əti sudan. İndi buna biz soğan çeləyəcəyik, qovuracağıq əti inşallah. Və davamlı olaraq da videonun axırını sizə paylaşacağım. Bulyonu da təbii ki götürəcəyik. Bulyonu sup da eləyə bilərsiniz. Az bulyonla qəşəng bozartma da sos da eləyə bilərik. Bu xoruzdur. Mən qapı xoruzu da kəsmişəm qızlar. İndi arxasını da videonu sizə davamlı şəkildə çəkib göstərəcəm. Hə qızlarım, biz indi soğan qorulandan sonra bibar tökürük. Bu belə bizim improvizəmizdir. Bibar da bu yaşıl bibar dad verir. Bibarla soğanı qəşəng qovururuq və belə kətə-kəsənlə doğramışıq. Kartoşkalar bu soğanla qovrulur. Axırda biz bulyonu töküb sonra ətə əlavə edəcəyik. Videonun axırını indi çəkib sizə göstərəcəm. Və ədviyyat əlavə edirik. Qızlarım bura sarı kök əlavə edirik. Zövqə görə pul bibar əlavə edə bilərsiniz. Biz biraz pul bibardan az əlavə edirik qızlar. Və belə tökürük bura. Bütün ədviyyatlardan istifadə edirik. Yeməyimiz dadlı olsun. Və indi bu soğanla qəşəng kartoşka qovurulacaq. Nəticəni paylaşacağıq sizlə. Hə qızlarım, indi tomat əlavə edirik. Kartoşka qəşəng soğança ilə gözəl qovuruldu. Qovrulandan sonra bura tomat əlavə edirik və tomatı qəşəng kartoşka ilə qarışdırırıq. Gözəl tomat dad verəcək indi buna. Və indi nə edəcəyik? Biraz tomat qovruldu mu, biz bura bulyonu əlavə edəcəyik. Bulyon suyu da qaynayanda az miqdarda, çox bulyon əlavə eləmirik. Biraz sol eləyirik. Bulyonu götürmüşük, görürsünüz, süzmüşük. Biraz bulyon az miqdarda bəs eləyir bu qədər. Yəni dərəz çayı eləyəndə onun dadı olmur. Qızlarım, biraz bulyon əlavə edəndən sonra kartoşkamız tam bişməmiş. Soğuzun içine ətlərimizi əlavə edirik. Bu xoruz ətidir. Qapıda yanımın ayrıca qaynatmışıq. Qapı xoruzumuzdur. Az sulu eləyəcəyik bunu qızlarım belə. İndi tam bu sousla kartoşkada pişəcək indi. Axır nəticəni paylaşacağım inşallah qızlar. Beləliklə qızlar, sosumuz hazırdır. Son nəticə olaraq kartoşkamız da bişib, ətimiz də bişib. Çox sulu eləmirik. Ağız şirinliğindən Allah hər kəsə ruzi nəsib qismət eləsin. Surfanız açıq olsun. Ağzınız şirin olsun inşallah. Videoma da baxıb bəyənat atarsınız. Sevirəm sizi qızlarım. Allah sizi var eləsin. Rəbbim hər kəsə ruzi ihsan eləsin bu gözəl Ramazan ayında.